Yaxşı hal deyil ki, insan ölüm istəyə. Belə deyə də bir şəhadət arzusunda olmaq, o da nəyə kələ kör-körənəlikdən söhbət getmir. Onun da bir izahı var, o qalsın. Bir də var, məsələn, belə bir dua çıxıb ki, qarşıma maraqlı bir dua idi. İlahi və Rəbbim, İnkânə ömrü mərtən şeytan fəqbizni ilək. İlahi və Rəbbim, belə deyə də, əgər mənim ömrüm şeytanın otlağına çevrilərsə, da şeytan nə istəyir, eləyir mənim vücudumda. Birdən gəldim, o astanaya çatdım, onda al canımı. Nəinki belə, amma İslam dini yaşa, ömrünün həyatı, gözəl bir həyatı bir dəfə gəlmirsən, buradan qazanırsan ahirəti, buradan qazanırsan cənnəti, buradan qazanırsan məsələn müəyyən yerlərə getməyi. Yaxşı. Bir də var, məsələn, bəlkə də yaxşı ölüm deyə bilər. Ola bilər, bəlkə yaxşı ölüm Allahdan istəməkdə. O da namazdan sonra yəni ki, dua edir də. Yəni, şərafətlə dünyanı dəyişmək, izzətlə bu dünyanı dəyişmək. Bəziləri çox pis halda dünyasını dəyişər. Günah anı